Son günlər İraqda yaşayan məşhur ruhani və şiələrin ən nüfuzlu mərcəyi təqlidi Ayətullah Əli Sistaninin verdiyi bir fətva İranda aranı qarışdırıb və həm dini dairələrdə, həm də mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çoxları belə hesab edir ki, Sistaninin bu fətvası İranda mövcud teokratik rejimin təməlini hədəf almaqla ona ciddi ideoloji və siyasi zərbə vurub. Təsadüfi deyil ki, hətta İran hakimiyyətinə bağlı Həmşəhri qəzeti də Sistaninin sözü gedən fətvasını qalmaqallı fətva adlandırıb. Məsələnin mahiyyəti budur ki, ardıcıllarından biri Ayətullah Sistaniyə belə bir sual ünvanlayıb. Bəzi İslam ölkələrində hökumət məscidlərdəki cəmaət imamlarına aylıq maaş verir və onlardan bir qismi də şiə din xadimləridir. Bu məsələ barədə sizin şərəfli fikriniz nədir? Sistaninin bu suala cavabı belə olub. Biz möminlərə məsləhət görürük ki, hökumətdən maaş alan bir şəxsin arxasında namaz qılmasınlar. Bu, onları tənqid etmək və ya onların dürüstlüyünü şübhə altına almaq üçün deyil. Onun üçündür ki, həmin vəzifələrin və onları tutan şəxslərin mövqelərinin, hətta gələcəkdə də hökumətin hər hansı mümkün müdaxiləsindən tam şəkildə azad olmasına təminat verilsin. Bu mətin Ayətullah Sistaninin rəsmi saytının ərəbcə versiyasında yayılandan az sonra İranda geniş diqqət çəkib. Xüsusən hakimiyyətə müxalif dairələrdə teokratik quruluşun əsaslarını sarsıdan bir açıqlama kimi dəyərləndirilib. Çünki İranda mövcud olan 80 mindən çox məscid hakimiyyətin ideoloji mərkəzləri kimi fəaliyyət göstərməklə bərabər, onlarda imam vəzifəsini tutan şəxslər nəinki hökumətdən tam maddi təminat alır, hətta bir sıra xüsusi imtiyazlardan da bəhrələnirlər. Bu mənada onlar din xadimi olmaqdan daha çox hökumət məmuru statusu daşıyırlar. Üstəlik, onlardan Tehranın cümə imamı Ayətullah Kazım Siddiqi kimi bir çoxlarının korrupsiya yolu ilə böyük mal-mülk və sərvət sahibi olması barədə faktlar ortaya çıxıb. Belə olan təqdirdə, onların rəhbərlik etdikləri dini icmanın və sadə müsəlmanların haqlarını deyil, hökumətin maraqlarını müdafiə edəcəyi şübhə doğurmayan reallıqdır. Bu şəraitdə Sistani kimi nüfuzlu din xadiminin möminləri hökumətdən maddi asılılığı olan ruhanilərin arxasında dayanıb ibadət etməməyə çağırması istər-istəməz adi insanlarda tərəddüd və suallar, İran hakimiyyətində isə narahatlıq və təşviş doğurub. Təsadüfi deyil ki, bu mövzuda yazan İranlı müəlliflərdən biri Ayətullah Sistaninin sözü gedən fətvasını fiqhdə zəlzələ adlandırıb və onun İrandakı dini hakimiyyətin sütunlarını titrətdiyini vurğulayıb. İran hakimiyyəti Ayətullah Sistaninin verdiyi fətvanın İran ictimai fikrinə təsirini və cəmiyyətdə doğurduğu müzakirələri müşahidə edərək hərəkətə keçməli olub. Belə ki, Sistaninin Məşəddəki ofisinin nümayəndəsi həmin fətvanın doğru olub-olmadığı barədə Ayətullah Sistaninin oğlu Məhəmməd Rıza Sistaniyə sual ünvanlayıb. O da cavab verib ki, bəli, doğrudur. Amma burada İran nəzərdə tutulmur. Həm də bu, məcburi olmayan tövsiyədir. Hökumət mediasında geniş şəkildə tirajlanan bu cavabın ardınca dünən Məşəddəki İmam Rıza ziyarətgahının eksperti mövzu ilə bağlı video açıqlama ilə çıxış edib və bildirib ki, Ayətullah Sistaninin sözləri əhalisinin əksəriyyəti və hökuməti şiə olmayan ölkələrdəki ruhanilərə aiddir. Paralel olaraq İranın dini qurumlarına bağlı saytlarda Ayətullah Sistaninin sözlərinin yanlış anlaşıldığı barədə şərhlər dərc olunub. Eyni zamanda hökumət mətbuatında güya əks-inqilabçı qüvvələrin bu məsələdən sui-istifadə etməyə çalışdığına dair materiallar yayılıb. Lakin bu yayındırıcı cəhdlər fayda verməyib və həm bir sıra ruhanilər və dinşünaslar, həm də ictimai-siyasi xadimlər sözü gedən fətvanın İrana birbaşa aidiyyəti olduğuna dair fikirlər irəli sürüblər. Məsələn, Qum elmi hövzəsinin müdərrisi Ayətullah Kazım Qazizadə bununla bağlı yazıb. Ayətullah Sistaniyə sual verən şəxs qeyri-şiə İslam dövlətlərindən bəhs etsə də və buna görə hökumətdən maaş alanlar arasında şiə imamlarının da olduğunu söyləsə də, Ayətullah Sistaninin cavabı, xüsusən də verdiyi izahat şiə ölkələrini də əhatə edir və hətta cəmaət imamətindən başqa digər ruhani vəzifələrə də şamil oluna bilər. Yəni, o, hakimiyyətin ruhanilərə təsir göstərməsi və onları hidayət və zülmlə mübarizə vəzifələrindən yayındırması ehtimalına görə hökumət imamlarını təcrid etməyə və onların namazlarında iştirak etməməyi tövsiyə edir. Tanınmış ruhani daha sonra ritorik sualla İran gerçəkliyinə işarə edərək yazıb. Bu tövsiyə hökumətdən birbaşa və ya dolayı yolla maaş alan və nəticədə onun xeyrinə danışan, hökumətin zülmünə və sapmasına şüurlu və ya şüursuz şəkildə haqq qazandıran və ya ən azı buna susan digər ruhaniləri və ya dini qurumları da əhatə edirmi? Tanınmış siyasi fəal və jurnalist, vaxtilə İran Daxili İşlər Nazirliyində idarə rəisi və nazirin müşaviri vəzifələrində çalışmış Ruhullah Comeyi bu mövzu ətrafında gedən proseslərə özünə məxsus kinayəli münasibət bildirərək yazıb. Ayətullah Sistaninin şəfqətli tövsiyəsinin dərc olunmasından sonra panikaya düşən və narahat olan bir cərəyan və şəxslər hərəkətə keçib iddia etməyə başlayıblar ki, bu fətva deyil, tövsiyədir, İrana aid deyil, məcburi sayılmır və s. Əzizim, anlayıb dərk etmədikcə və özünü yuxuya vurmağa davam etdikcə oyanmayacaqsan. Yat və sakit ol. Digər bir tanınmış siyasi fəal və təhlilçi Abbas Əbdi isə bu mövzudan bəhs edərkən sözünü sualla başlayaraq yazıb.
Ayətullah Sistani tövsiyə edib ki, hökumətdən maaş alan cəmaət imamlarının arxasında namaz qılınmasın. Bu söz dinin siyasətdən ayrı olduğunu göstərir. Ruhanilərə verilən dövlət maaşının qanuniliyini sual altına alır. Bu suallardan sonra o, əsas fikrini qısa və sərrast şəkildə ifadə edərək yazıb. Ayətullah Sistaninin fətvası məhdud yanaşmadan kənara çıxır və dinin hakimiyyətə və pula tabe olduğuna və bu asıllığın institutlaşdığına dair şübhələrin qarşısını almağa çalışır. Təbii ki, belə bir hal dini gözdən salacaq. Belə yanaşmada Ayətullah Sistaninin fətvası İranda mövcud olan dini hakimiyyət modelinin legitimliyini və perspektivini sual altına alır. Bu isə İran cəmiyyətində hakim olan düşüncəyə uyğundur və fətvanın ölkədə belə geniş əks-səda doğurması da buradan qaynaqlanır.